Təbii seçmənin formaları. Biz bilirik ki, yer üzərində həyat yarandığı dövrdən, yəni arxa erasından bu günə başlayaraq təbii seçmə baş vermişdi və təbii seçmə yəni bu gün də davam edir. Müasir dövrdə də davam edir. Təbii seçmə təkamülün hərəkətverici amillərindən biridir. Yəni təbii seçmə təkamül üçün istiqamətləndirici seçmə aparır, yəni istiqamətləndirici təsir göstərir təbiətdə. Və təbii seçmə yaşamaq uğrunda mübarizənin nəticəsi məhz təbii seçmədir. Yer üzərində təbii seçmənin bir çox formaları var. Bu formalarından əsas olanları stabilləşdirici, hərəkətverici və parçalayıcı seçmədir. Stabilləşdirici seçmə nədir? Stabilləşdirici seçmə dəyişməyən mühit şəraitində əlamətin orta göstəricisindən kənara çıxan canlılar sağ qalır. Yəni orta göstəricisindən kənara çıxan fərdlər məhv olur, orta göstəricisində qalan fərdlər isə sağ qalır. Buna misal olaraq fırtına zamanı İngiltərədə quşların, uzun qanadlı quşlarla qısa qanadlı quşlar kənara çıxmaları olub, orta qanadlı quşlar isə salamat qalmışdır. Bundan əlavə olaraq bozada dovşanlarında qulaq heyvanlarının ölçüsü şəkildə də verildiyi kimi stabilləşdirici seçməyə məruz qalan bir əlamətdir. Və stabilləşdirici seçmədə bu qulaq heyvanı əsasən seçici amil nə idi? Temperaturun mövsumu dəyişkənliyi idi ki, burada qulaq heyvanının da əsas xüsusiyyəti istiliyin tənzimlənməsində iştirak edirdi. Məsəl üçün, qısa qulaqlı dovşanlar yayda həddən artıq istidən, uzun qulaqlı quşlar, dovşanlar isə qışda həddən artıq soyuqdan daha tez məhv olurdu. Yəni burada əsasən onlara təsir edən seçici amil nə idi? Temperatur amilini misal göstərmək olar. Bundan əlavə olaraq stabilləşdirici seçmənin digər bir nümunəsi reliktlərin, yəni canlı qazıntıların, bu hissədə də verilib, canlı qazıntıların bugünə qədər dəyişməməsidir ki, buna misal olaraq Yeni Zelandiyada Hatteriyanı, sümüklü balıqlardan Latmeriyanı, çılpaq toxumu bitkidən Ginkgonu misal göstərmək olar. Yəni növlərin mövcudları onların yaşayış şəraitinin dəyişməməsi ilə əlaqədar olaraq bu günə qədər də müasir dövrə qədər də yaşayıb qalmışlar. Stabilləşdirici seçmənin başqa bir adı da Şimal Hausen seçməsi də adlandırırdı. Digər forması hərəkətverici seçmədir ki, hərəkətverici seçmə haqqında ilk təsəvvürləri məhz Darwin qeyd etdiyinə görə məhz hərəkətverici seçməni Darwin seçməsi də adlandırılmışdır. Və bu seçmədə nəticəsində nə baş verirdi? Ətraf mühitin dəyişkən şəraitində orqanizmlərdə köhnə əlamətlər tədricən dəyişir, yeni əlamətlərlə, yeni xüsusiyyətlərlə əvəz olunurdu. Deməli və bu zaman mühit şəraiti dəyişirdi. Bax, bunu mütləq deməliyik. Stabilləşdirici seçmədə dəyişməyən mühit şəraiti idi ki, illər ərzində qalırdı, sabit qalırdı, dəyişmirdi növlərdə heç bir xüsusiyyətlər. Lakin hərəkətverici seçmədə isə dəyişən mühit şəraiti nəticəsində yeni əlamətlər meydana əmələ gəlirdi. Yəni yeni mühitə uyğunlaşanlar salamat qalırdı. Yeni mühitə uyğunlaşmayanlar isə köhnə əlamətlər isə tədricən aradan çıxırdı və hərəkətverici seçmə heterozigotların xeyrinə seçmə də adlandırılmışdı. Məsəl üçün hərəkətverici seçməyə misal göstərmək üçün biz seçmənin təbiətdə tozağacı qarışcası kəpənəyində və yaxud da gecə kəpənəyində rast gəlinən sənaye melanizmini misal göstərmək olar. Populyasiyada iki cür kəpənəklər mövcuddur. Ümumiyyətcə açıq rəngli və tünd rəngli kəpənəklər. Kəndlərdə bilirik ki, hava təmiz olduğuna görə ağacların üzərində şibyələr var və şibyələrin bol yayıldığı kənd yerlərində tünd rəngli növlərdən daha çox açıq rəngli kəpənəklərə rast gəlinirdi. Deməli, kəndlərdə açıq rəngli kəpənəklərə daha çox rast gəlinirdi, düzdür, açıq. Lakin iri sənaye şəhərlərində bu zavod və fabriklərlə əlaqədar olaraq getdikcə ağacların fonu, rəngi dəyişir, boz rəngdə olur və burada tünd rəngli kəpənəklərin meydana gəlməsinə səbəb olur. Və nəticədə quşlar tərəfindən açıq rəngli kəpənəklər daha tez gözə çarpır, yeyilir, həşərat yeyən quşlar tərəfindən. Tünd rənglilər isə salamat qalır.
Daha sonra hərəkətverici seçməyə biz misal göstərə bilərik. Bax, bu hissədə qeyd olunubdur. Bəzi xəstəlik törədən bakteriyalardan, zərərverici həşəratlarda, siçovul və siçonlarda antibiotik və kimyəvi zəhərlərə qarşı dözümlüyün əmələ gəlməsidir ki, bunlar da müəyyən müddət ərzində nə qədər, məsəl üçün, bəzi bakteriya xəstəlikləri var ki, nə qədər onlara antibiotik vursaq da, onlar artıq antibiotikə qarşı özlərində bir dözümlük yaradıbdır. Bəzi həşəratlara biz çovunlara, sıçanları məhv etmək üçün kimyəvi zəhərlərdən istifadə edirik. Lakin artıq onlarda kimyəvi zəhərlərə qarşı müəyyən bir dözümlük yaranmışdır. Beləliklə də biz belə bir nəticəyə gəlirik ki, deməli bu cür seçmə xarici mühit şəraiti əhəmiyyətli dərəcədə dəyişən zaman fərdlərin əsas kütləsi belə şəraitə uyğunlaşa bilməyəndə təsir göstərir. Yəni səbəb nədir bu seçmənin yaranması? Məsələn, ətraf mühit dəyişdi, hər hansı bir canlıda, heyvanda. Bu zaman o heyvanın bədən kütləsi, bədəni, orqanizmləri, orqanları o mühitə tab gətirməkdə məcbur olur orta kənar həddən kənara çıxırlar, yeni əlamətlər qazanmağa. Digər bir seçməmiz dispositiv seçmə və yaxud da parçalayıcı seçmədir. Dispositiv seçməni ilk dəfə Rus alimi Tissinger tərəfindən həyata keçirilmişdir. Dispositiv seçməni isə burada qeyd edilir homozigosların xeyrinə seçmə Tissinger tərəfindən həyata keçirilmişdir. Və dispositiv seçmə polimorfizmə əmələ gətirirdi. Nədir polimorfizm? Yəni, eyni qrupda olan canlıların bir-birindən müəyyən əlamətə görə fərqlənən formalarının mövcud olması, yeni populyasiyalarının, yeni variasiya sıralarının və yeni qruplarının əmələ gəlməsidir. Yəni, bir canlının müəyyən bir ərazidə yaşayan populyasiyanın bir neçə qrupa bölünməsi, nəticədə həmən o populyasiya qrup, yarım populyasiyalara bölünür, düzdürmü? Həmən o populyasiyalarda müəyyən əlamətə görə fərqlənən formaların yaranmasıdır. Məsəl üçün, təbiətdə yaşayan, çəmənlərdə bitən, məsəl üçün, yarım parazit, bu sözü də yadınızda saxlayın, yarım parazit həyata keçirən bitki çınqılotu bitkisinin iki variasiya sırasının, iki populyasiyasının yaranmasını göstərə bilərik. Məsəl üçün, bu necə baş vermişdir ki, məsəl üçün, tez yetişən yarım parazit olan çınqılotu bitkisi iyun ayında biçim vaxtından əvvəl çiçəkləyir. Gec yetişən nümayəndəsi isə avqust ayında biçimdən sonra çiçəkləyir. Lakin bunlara baxmayaraq onlar arasında bir-biri ilə genetik nədir? Təcrid yaranmışdır ki, yeni onlara görə də onlarda genetik müxtəliflik olduğuna görə artıq onlar bir-biri ilə nəsə çarpazlaşsa, misal üçün deyirəm, döllü nəsil ola bilməz. Biçmə vaxtına görə bunlar dəyişirdi. Bu şəkildə də diqqət yetirsək, bu şəkildə də verilib ki, dispositiv seçmə nəticəsində yaranan çınqılotunun populyasiyalarıdır ki, bir forması biçimdən əvvəl çiçəkləyir, digər forması isə biçimdən sonra çiçəkləyir. Amma normalda onun başlanğıc forması isə iyul ayında, bu ortada olan onun iyul ayıdır. Lakin kənara çıxmalar bax bunlardır. Yeni populyasiyaların, qrupların yaranması bu növləri misal göstərə bilərik. Bundan əlavə olaraq eyni mühit şəraitində yaşayan müxtəlif əlamətlərə görə fərqlənən formaların meydana çıxması durna balıqlarda da müşahidə olunur. Qida az olan sularda yaşayan durna balıqlarda qida uğrunda növdaxili mübarizə daha kəskin gedir. Böyük balıqlar kiçik balıqları yeyir, sürətlə böyüyür. Kiçik durna balıqları isə planktonlarla qidalanır və kiçik ölçülü olur. Və bu da iki variasiya sırasını, iki populyasiyasını müəyyən etmək olur. Deməli, eyni mühit şəraitində, indi dispositiv seçməyə diqqət yetirik. Eyni mühit şəraitindədir. Lakin onların mühit şəraitinin eyni bir mühit şəraitində müxtəlif əlamətlərə görə fərqlənən növlər var. Məsəl üçün, durna balığıdır, düzdürmü? Bir növdür. Lakin onun qidalanmalarına görə artıq iki populyasiyası yaranır. Böyük durna balıqları, məsəl üçün, xırda balıqlarla qidalanır. Kiçik durna balıqları isə planktonla qidalanır. Bu da dispositiv seçməyə misal göstərmək olur. Bu şəkillərə mütləq şəkildə tanımalıyıq. Məsəl üçün, testlərdə bu şəkil göstərilsə, birinci şəkil stabilləşdirici seçmədir. Burada hər bir ilkin vəziyyət, yeni vəziyyətlər məhv olur, orta vəziyyət qalır stabilləşdirici seçmədə. Hərəkətverici seçmədə ilkin vəziyyətdən kənara çıxmalar baş verir. Oxa diqqət yetirin, siz əsasən yuxarıdan aşağıya, bu sonuncu üçdə siz artıq nəticəyə gəlirsiniz ki, bu hərəkətverici seçmədir.
Aha, digəri isə parçalayıcı seçmədir. Hər bir şəkili əzbər bilməliyik. Əzbər dedikdə, yəni biz bu şəkili baxdıqda seçməliyik ki, bəzən şəkil göstərilir və bu şəkildədir ki, təbii seçmənin hansı forması göstərilib və bu formaya aid olan misalları söyləyin. Təbii ki, biz bilməliyik ki, məsəl üçün bu üçüncü şəkil orta kənar həddən kənara çıxan N1, N1, N2. Yeni vəziyyətin, bax burada N nə ilə işarə olunub? Yeni vəziyyət deməkdir. Yeni populyasiyada yeni vəziyyətlərin yaranmasına səbəb olan seçmə dispuritiv seçmədir. Və bura digərində də indi bu hissədə təbii seçmə haqqında məlumat verilmişdir ki, təbii seçmə dedik ki, həyat yarandığı dövrdən başlayır, insan yarandığı dövrdən isə süni seçmədir. Yəni insan heyvanları əhəlləşdirməyə, bitkiləri mədənləşdirməyə başladığı dövrdən və bunu da burada əlavə olaraq deyim ki, Kramonyanlar yarandığı dövrdən onlar artıq süni seçmə ilə məşğul olmuşdular. Təbii seçmə canlı orqanizmlərə istənilən yaşda, və bunu mütləq şəkildə altından xətt çəkin, istənilən yaşda təsir göstərir və istiqamətlənmiş xarakter daşıyır ki, elə fərdlər seçir ki, onlar mövcud həyat şəraitinə yaxşı uyğunlaşsınlar və döllü nəsil versinlər. Mütləq şəkildə bu hissələri bilək. Və bu sizə əlavə olaraq bir dənə, məsəl üçün, stabilləşdirici seçməyə misal olaraq deyə bilərik ki, bakteriyaları, arxeyi bakteriyaları misal göstərmək olar, neçə illər ərzində dəyişməmişdir. Məsəl üçün, həşəratlarla tozlanan bitkilərdə çiçəklə tozlanan bitkiləri misal göstərmək olar, stabilləşdirici seçməyə misaldır. Lakin yadımızda saxlayaq ki, məsəl üçün, hərəkət verici seçməyə biz 10-cu sinifdə deyəcəyik, atın filogenetik sırasında olan dəyişkənlikləri biz hərəkət verici seçməyə uyğunlaşdıra bilərik. Çünki atın, məsəl üçün, filogenetik sırasında at növündə onların dişlərində dəyişiklik baş vermişdi müəyyən müddət ərzində, ətraflarında uzanmışdı, barmaq sayları rudiment orqanlara çevrilmişdi, tək barmaq qalmışdı. Bunu misal olaraq hərəkət verici seçməyə misal deyə bilərik ki, atın filogenetik sırasını və yaxud da qəlsəmə tənəffüsündən canlılar ağciyər tənəffüsünə keçməsini də bunu misal göstərə bilərik. Burada çalışmalara seçmənin iki növü vardır, təbii seçmə və süni seçmə. Burada uyğun gələn hansıdır? Misal göstərsək, təbii seçmə parçalayıcı bir növdən bir neçə növ əmələ gəlir ki, bunu deyə bilərik. Aha. Düzgün çıxışları misal göstərə bilərik ki, yalnız budur. Digəri dispuritiv stabilləşdirici körtəbii, bu digər çıxış yanlışdır. Bunlar hamısı yanlış göstərilib. Təbii seçmə belə bu istiqamətdir. Digərinə baxaq, stabilləşdirici seçməyə misal, hərəkət verici seçməyə misal. Stabilləşdirici seçməyə birinci, populyasiyadakı fərdlərdən dəyişməyən mühit şəraitində yeni əlamətlər qazanmayan seçilib saxlanılır. Yeni əlamət qazanılmayan seçilib saxlanılır. 1-ə gedər. Dəyişən mühit şəraitində bir növdən müxtəlif növlər yaranır ki, bu parçalayıcı seçmədir, yəni dispuritiv seçmədir. Dəyişməyən mühit şəraitində növdən yeni növlər əmələ gəlmir. Təbii ki, stabilləşdirici seçmədir. Dəyişən mühit şəraitində yeni əlamətlər qazanan növlər yaranır. Əcdadı getdikcə məhv olur. Burada parçalayıcı seçməyə misal göstərmək olar. Hatteriyanın müasir dövrdə bu seçmənin nəticəsində qalması, bu da stabilləşdirici seçmədir. Yəni, bu variantlar içərisində baxsaq, D variantı uyğun gəlir. Bu qədər. Digərində orqanizmlərdə uyğunlaşmalar. Təbii ki, biz bilirik ki, yaşamaq uğrunda mübarizə o deməkdir ki, canlılar yaşadığı mühitə uyğunlaşmalıdır və bu uyğunlaşanlar sağ qalır, uyğunlaşa bilməyənlər təbii seçmə nəticəsində məhv olur. Lakin bu uyğunlaşmalar müxtəlif ola bilər. Heyvanların xarici quruluşunda, daxili quruluşunda, anadan gəlmə ola bilər, instinktlər vasitəsilə davranışları ilə əlaqədar olaraq müxtəlif cür uyğunlaşmalar əmələ gətirir. Təbii ki, ilk öncə bitkilərdə olan uyğunlaşmalardan danışacaq. Bu hissələrə mütləq diqqət yetirək. Bitkilərdə, təbii birliklərdə yaşayan bitkilər ətraf mühit amillərinə qarşı bir sıra uyğunlaşmalar qazanmışdır. Bu uyğunlaşmalar hansılardır? Məsəl üçün, quraqlığa qarşı uyğunlaşmalar, soyuğa qarşı uyğunlaşma, tozlanmaya qarşı uyğunlaşma. Bunların hamısını xahiş edirəm diqqətli olaq. Birinci uyğunlaşma.
Quraqlığa qarşı uyğunlaşan bitkilərdə yarpaqları tikana çevrilir və yaxud da pulçuğa çevrilir. Yarpaqlarının üzərində mum təbəqəsi əmələ gələ bilər. Bəzilərinin bitkilərində quraqlığa qarşı, yəni o səhralarda bitən bitkilərdə yarpaq və gövdəsi ehtiyat su deposuna çevrilir. Məsəl üçün kaktusun gövdəsi ehtiyat su deposuna çevrilib, yarpaqları isə tikana çevrilmişdir. Bunların kökləri daha çox dərinə gedir, bəzilərinin ömrü isə çox az olur. Kök təzyiqi yüksəkdir bunlarda. Ağcıqların, su buxarlandıran hüceyrələrin sayı isə azdır. Quraqlığa davamlı bitkilərdə ömrü isə çox az olur. Bax, hər bir cümləsinə diqqət yetirməyiniz məsləhət görürəm. Digəri soyuğa qarşı uyğunlaşmalar. Soyuğa qarşı uyğunlaşmalar bunların soyuğa əlaqədar olaraq boyları və yarpaqları çox kiçik olur. Əslində kökləri torpağın çox səthinə yaxın yerləşir. Əsasən yaz və yay aylarında sürətlə inkişaf edir. Ən diqqət cəlb edən hissələrdən biridir ki, soyuğa davamlı bitkilərdə hüceyrəsinin tərkibində suyun miqdarı azalır, şəkərin miqdarının isə çoxalmasıdır ki, bu isə 9-cu sinifdə demişdim ki, şəkərin həddən artıq miqdarının çox olması, suyun az olmasının səbəbi odur ki, qışda həmin canlı bitkilərin donmamasının qarşısını alırdı. Digər uyğunlaşma tozlanmaya görə uyğunlaşmadır. Biz bilirik ki, yer üzərində küləklə tozlanma və öz-özünə tozlanma vardır. Və burada da qeyd edəcəyim, yadımızda da saxlayaq. İlk əvvəl yaranan tozlanma küləklə tozlanma olmuşdur ki, çılpaq toxumlu bitkilərdə külək vasitəsilə tozlanma. Və külək vasitəsilə tozlanmanın özü çarpaz tozlanmanın növüdür. Yəni çarpaz tozlanma daha qədimdir, daha sonra örtülü toxumlu bitkilərdə öz-özünə tozlanma yarandı. İndi çarpaz tozlanan bitkilərdə hansı xüsusiyyətlər vardır? Onların küləklə çarpaz tozlanan ətirsiz olur, nektarsız olur, görkəmsiz olurlar, ilkəkcikləri uzun saplaqlı olur, çoxlu şəkildə xırda, yüngül tozluqları olur ki, həmin bu tozluqların içərisində tozcuq dənələri yetişir və tozcuq dənəcikləri çox yüngül olduğuna görə asanlıqla küləklə ətrafa yayıla bilir və çiçəkləri əsasən sallanan çiçək qruplarında toplanır. Yəni sırğa çiçək qrupunda məsəl üçün toplana bilər. Digəri həşəratlarla tozlanan bitkilərdə bunlar əlvan iri ətirli çiçəklər olur, nektarla zəngin nektarlıqları olur, iri çiçək qrupları olur, yapışma qabiliyyəti iri tozcuq dənəcikləri olur ki, iri tozcuq dənəcikləri, yapışan iri tozcuq dənəciklərinin olması ona səbəbdir ki, həşəratlar özlərinə yapışdırsın və bir bitkidən digər bitkiyə ötürülmüş olsun. Öz-özünə tozlanan bitkilərdə isə ən vacib olan uyğunlaşmalardan biridir. Biz bilirik ki, öz-özünə tozlanan bitki, yəqin ki, məlumatı olan müəllimlər bilir ki, məsəl üçün burada bir şəkil çəkəcəm. Öz-özünə tozlanan bitkilər iki cinsli bitkilərdə olur. Yəni bir çiçək daxilində həm erkəkcik, həm dişicik olan hissələri olan reproduktiv orqanların hər ikisi olan çiçəklər iki cinsli çiçəklərdir. Və iki cinsli çiçəklərdə yalnız öz-özünə tozlanma gedə bilər. Burada əsas səbəblərdən biri dişicik və erkəkciyin əsasən eyni çiçəkdə yerləşməsidir. Ən vacib olan budur. Və bunun erkəkcik və dişiciyin eyni vaxtda yetişməsidir. Hər ikisinin yetişməsi eyni vaxtdadır. Bir də ən diqqət olan testlərdə bu şəkillərə diqqət yetirsək, dişiciyin erkəkcikdən aşağıda yerləşməsidir. Yəni bu bilirik ki, dişiciyin hissəsi də ağızcıqdır, bura sütuncuqdur, digər hissə yumurtalıqdır. Düzdürmü? Bu erkəkcik sapıdır, bu da tozluqlardır. Tozluqların içərisində isə çoxlu tozluqlar əmələ gəlir. Həmişə erkəkcik yuxarıda olmalıdır dişicikdən və yaxud da testlərdə tərsən. Dişicik erkəkcikdən aşağıda olmalıdır ki, bu cür öz-özünə tozlanma versin. Eyni çiçəkdə yerləşməsi. İndi belə bir fikir deyəcəm sizə. Mütləq şəkildə o demək deyil ki, bir dəqiqə yenidən çəkək. Mütləq şəkildə o demək deyil ki, məsəl üçün iki cinsli çiçəklərdə həmişə öz-özünə tozlanma gedir. Şəkili heç yaxşı çəkə bilmədim.
Bir dəqiqə, yenə dişiciyi çəkdim və indi erkəkcik sapını çəkəcəm. Bu da iki cinsli bitkidir. Bəs sual ola bilər, bax bu şəkildə verilə bilər, bayaq çəkdiyim şəkildə. Hansında öz-özünə tozlanma gedir? Birinci şəkildə. Bu şəkildə öz-özünə tozlanma gedə bilməz. Səbəb nədir? Dişicik erkəkcikdən yuxarıdadır. Erkəkcik dişicikdən aşağıdadır. Burada öz-özünə tozlanma getməz. Burada çarpaz tozlanmanın hər hansı biri külək vasitəsilə, həşəratlar vasitəsilə tozlanma gedə bilər. Yəni öz-özünə tozlanan bitkinin ən vacib xüsusiyyətlərindən biri, uyğunlaşmadan biri dişicik erkəkcikdən aşağıda yerləşməzlidir. Bunlara mütləq girdək. Məsəl üçün öz-özünə tozlanan buğdada, noxudda misal göstərmək olar. Həşəratlarla küləklə tozlanan çovdarda, qarğıdalda, söyüddə, fındıqda misal göstərmək olar. Həşəratlarla tozlanan bitkilərdə əlvan nektarı olan bitkilərdə, albalıda, almada, gilasda, günəbaxanda və s. misal göstərə bilərik. Davam edirik orqanizmlərdə uyğunlaşmaların yaranması. Bu orqanizmlərdə uyğunlaşmaların yaranması əsasən iki ardıcıl mərhələdən ibarətdir. Birinci populyasiyanın fərdində irsi dəyişkənliyin yaranmasıdır. Yəni hər hansı bir növün populyasiyası daxilində irsi dəyişkənliyin yaranması. Müəyyən mühit şəraitinə uyğun olaraq irsi dəyişkənliyin necə idi? Təbii seçmənin təsiri nəticəsində irsi dəyişkənliyin saxlanılması. İki səbəb idi ki, orqanizmlərdə uyğunlaşmaların yaranmasına səbəb iki əsas səbəb idi. Bu hissəyə diqqət olaq. Birinci, populyasiya daxilində fərdlərdə irsi dəyişkənliyin yaranması və təbii seçmə nəticəsində irsi dəyişkənliyin saxlanılması. Hələ qədim zamanlardan Darwin orqanizmlərin uyğunlaşmasını araşdıran zaman müəyyən etmişdir ki, məsəl üçün embrional inkişaf dövründə sürünənlər, quşlar, məməlilərdə başın skeletinin sümüklər elə birləşir ki, xarici təzyiq zamanı kəllə öz formasını dəyişə bilir. Məsəl üçün sürünənlər, quşlar üçün bu əhəmiyyətsizdir. Nəyə görə? Çünki onlar yumurta qoymaqla çoxalırlar. Heç bir əhəmiyyəti yoxdur. Lakin məməli heyvanlarda xarici təzyiq nəticəsində başın skeletinin dəyişməsi məməli heyvanlarda doğuş zamanı mütləq vacib olan amillərdən biridir ki, dölün dar doğuş yollarından keçməsini asanlaşdırsın. Təbii ki, məməlilərdə diri bala doğan məməlilərə misaldır, yəni plasentalı məməlilərdə. Bu heyvanlarda olan uyğunlaşmada, bitkilərdə isə zoğların böyüməsi zamanı onların neynəməsə fırlana bilməsini aşkar etmişdir. Təbii ki, bununla da əlaqəli olaraq, bax bu hissəyə diqqət, bununla əlaqəli olaraq biz bilirdik ki, bitkilərdə zoğların fırlanması ilə əlaqədar sarmaşan, dırmaşan, ilişkən və yaxud da biri də var idi, sarmaşan, ilişən, dırmaşan, sürünən və s. gövdə formalarının yaranmasına səbəb olmuşdur. Əzbər, bax bunu da mütləq şəkildə. Ən vacib olan bu hissədə də canlılarda ilk uyğunlaşma əlamətləri ilkin adaptasiya adlanır. Sual ola bilər, ilkin adaptasiya nə adlanır? Canlılarda yaranan ilk uyğunlaşma əlamətləri ilkin adaptasiya adlanır. Və orqanizmlərin mühitə uyğunlaşmasını sübut edən bir çox uyğunlaşmalar vardır ki, bunlar morfoloji uyğunlaşma, fizioloji uyğunlaşma, biokimyəvi, etoloji uyğunlaşmanı misal göstərmək olar. Təbii ki, növün kriteriləri ayrı, növlərin ətraf mühitə uyğunlaşması tamam fərqlidir. Hər ikisini bilmək şərtdir. Morfoloji uyğunlaşma nədir? Morfoloji uyğunlaşmada orqanizmlərdə rast gələn müxtəlif rənglərin, müxtəlif bədən formalarını misal göstərmək olar. Məsəl üçün, mühitə uyğun rəng, xəbər edici rəng, maskalanma və s. Mühitə uyğun rəng dedikdə ətraf mühitin eyni rəngdədirsə, rəngdə açıq sahədə yaşayan növlərdə də rəng mühitə uyğun olur. Məsəl üçün, qışda ağ dovşanın xəzinin ağ rənginin olmasıdır. Bunlara misal göstərə bilərik. Qoruyucu rəng əmələ gətirirlər. Məsəl üçün, bəzi heyvanlar təhlükə zamanı yerində donub qalır ki, bu da onları görünməz edir. Məsəl üçün, qarın üzərində olan ağ dovşanlar qış aylarında özlərini ağ rənglə eyni fondda olduğuna görə
rəng fonu eyni olduğuna görə özlərini canavarlardan, məsəl üçün yırtıcı heyvanlardan qoruya bilirlər. Məhz buna mühitə uyğun rəng deyilirdi. Məsəl üçün bizə növlərin məhv olma intensivliyini hesablayanda o məsələlərdə bizim diqqətimizi çəkən yaşıl çəmənliklərdə yaşıl dəvədəlləyi quşlar tərəfindən çox az görsənir. Çünki niyə? Eyni fondadır, rəngləri eynidir. Amma qonur dəvədəlləyi quşlar tərəfindən seçilir yaşıl çəmənlikdə və quşlar tərəfindən məhv olunur. Bu mühitə uyğun rəngdir. Digər rəng isə xəbər edici rəngdir ki, mühafizə vasitələrinə malik olan növlərdə, məsəl üçün zəhərli həşəratlarda, sancan ilanlarda misal göstərmək olar. Məsəl üçün bunlar adətən parlaq olurlar və bu rənglər hansılardır? Qırmızı, qara, sarı, qara rənglərdə olur. Parabüzənləri görmüsünüz təbii ki, arıları görmüsünüz ki, qara və sarı rənglərdədir. Ağac qurbağalarını həddən artıq yaşıl rəngdə olması, hətta onlar zəhərli qurbağalardır, ağac qurbağaları və barmaqları ucunda da sormaçıları var. Bu cür rənglər bəzi heyvanlarda təhlükə anında dayanır, yırtıcıya parlaq rənglərini göstərir və düşmən ondan nə edir? Qorxur və çəkinir. Ən geniş yayılmış qırmızı qaradır, sarı qara xəbər edici rəngləri də misal göstərmək olar. Maskalanmanın iki növ maskalanma vardır. Birinci növ maskalanma və ikinci növ maskalanma. Birinci növ maskalanma bədən forması ilə vasitəsilə qorunma üsulu olan birinci növ maskalanmada öz xarici görünüşünü canlı, hər hansı bir hərəkətsiz bir əşyaya, təbii ki, əşyalar hərəkətsizdir, burada onun cümlə yanlış oldu. Hər hansı bir cansız əşyaya bənzətməsi bu birinci növ maskalanmadır. Məsəl üçün, çöpçədə, çubuq həşəratda, dəvə dəlləyində, balıqlardan kambalada, dəniz atında və yaxud da dəniz ayrığı da deyilir buna, misal göstərmək olar. İkinci növ maskalanma isə mimikriya adlanır, diqqətli olaq. Müdafiəsiz orqanizmlərin canlı, özü təbii ki, canlılar, müdafiəsiz canlılar, özlərinin müdafiə oluna bilən canlılara oxşatmasını misal göstərmək olar ki, məsəl üçün, adi gicitkanı, yandıran gicitkanı misal göstərmək olar. Bəzi kəpənəklər özlərini arılara bənzətməsini misal göstərmək olar. Bəzi zəhərsiz ilanlar özlərini zəhərli ilanlara misal göstərə bilərlər. Digəri ən vacib olan bizim testlərimizdə də axır zaman rastımıza gələn passiv qorunma vasitələridir ki, passiv qorunma vasitələri də yaşamaq uğrunda mübarizəndə nə edir? Ehtimalını canlının artırır. Məsəl üçün, mollyuskaların çanaqları, kirpilərin iynələri, onları düşmənlərindən qoruyur. Yemişanın tikanları ot yeyən məməlilər tərəfindən yeyilməsinin qarşısını alır. Yemişanın tikanları. İynə, bəli, iynəcdə bilirik ki, onun yarpağın şəkil dəyişməsidir. Digəri fizioloji uyğunlaşma, passiv qorunma, çanaq oldu, iynə oldu və s. Bunları diqqətli olaq. Digəri fizioloji uyğunlaşmadır ki, canlılarda maddələr mübadiləsini tənzimləmə mexanizmi, enerji çevrilmələri hesabına orqanizmin özünün qoruyub saxlanmasıdır. Yəni, maddələr mübadiləsi zamanı özünü tənzimlən mexanizmi, bir də enerji çevrilmələri zamanı. Məsəl üçün, misal göstərərək yarasaları. Yəni, heyvanlarda ətraf mühit temperaturu aşağı düşdükdə, məsəl üçün, yarasalarda maddələr mübadiləsi zəifləyir və qış yuxusuna gedir. Biz bilirik ki, məməlilər ətraf mühit temperaturundan asılı deyil. Lakin bu fizioloji bir uyğunlaşma yarasalarda vardır ki, ətraf temperaturu aşağı düşdükdə maddələr mübadiləsi zəifləyir və onlar qış yuxusuna gedirlər. Digər məməlilərdə isə əksinə havanın temperaturu aşağı düşdükdə orqanizmdə maddələr mübadiləsi sürətlənir, daha çox enerjili olurlar. Ancaq onlarda istilik vermə zəifləyir. Niyə? O pi təbəqəsi yaranır və o pi təbəqəsi nəticəsində istilik vermə yaranır. Zəiflər. Bu hissəyə xahiş edirəm, diqqət yetirək hər bir cümləsinə, fizioloji uyğunlaşmaya. Yenə deyirəm, maddələr mübadiləsi digər məməlilərdə isə ətraf mühit temperaturu aşağı düşdükdə tərs mütənasibdir də. Temperatur aşağı düşdükdə əksinə maddələr mübadiləsi sürətlənir, daha çox enerji ayrılır, ancaq istilik vermək isə zəifləyir. Yaxşı inkişaf etmiş dəraltı pik qatı, sıx tük örtüyü sayəsində istiliyin məhz xaricə verilməsi isə azalır. Digər bir uyğunlaşmamız
baxacağımız biokimyəvi uyğunlaşmadır ki, biokimyəvi uyğunlaşma hüceyrələrdə baş verən biokimyəvi reaksiyalarda özünü göstərir. Məsəl üçün, belə bir uyğunlaşma var. Bilirik ki, eritrositlər qırmızı qan hüceyrələridir. Eritrositlərin bütün hüceyrələr, eritrosit hüceyrələri bütövlükdə özlərinə hemoqlobin molekullarını birləşdirmir. Ancaq onların müəyyən hissəsi qazları birləşdirmək, daşımaq funksiyasını yerinə yetirir. Bütövlükdə, yəni eritrosit hüceyrəsi bütövlükdə özünə hemoqlobin zülalını birləşdirsə, bu neylərdə? Oksidləşmə baş verirdi və orqanizmin məhvinə gətirib çıxara bilərdi. Lakin müəyyən bir hissəsi qazları özlərinə birləşdirir ki, bu da biokimyəvi uyğunlaşmadır. Digər uyğunlaşma etaloji uyğunlaşma və yaxud da davranış uyğunlaşmasıdır ki, bunlara diqqət yetirək. Bu cür uyğunlaşma sinir sistemi, etaloji uyğunlaşma, sinir sistemi yüksək inkişaf etmiş heyvanlara xasdır. Necə ki, biz deyirdik ki, düşüncəli fəaliyyətdə sinir sistemi yüksək inkişaf etmiş heyvanlara aiddir. Etaloji uyğunlaşmadır ki, sinir sistemi yüksək səviyyədə inkişaf etmiş heyvanlara xasdır. Heyvanların ayrı-ayrı fərdlərinin ümumilikdə növün sağ qalmasına yönələn müxtəlif davranış formalarında özünü büruzə verir. Anadan gəlmə qazanılmış etaloji uyğunlaşma da nədir? Mövcuddur. Anadan gəlmə etaloji uyğunlaşmaya misal olaraq onların cütləşmə zamanı davranışı, nəsil bəslənməsi, qorunması, yırtıcılardan qorunmaq, miqrasiya aiddir. Həyatda qazanılmış etaloji uyğunlaşmada isə mühüm rol oynayır. Məsələn, meymunların ən uzaq şimalda yaşayan növü Yapon makakası meymunlara xas olan həyat tərzi. Onlar həddən artıq soyuqdan özlərini qorumaq üçün dağ ətəklərində olan isti su mənbələrinə düşür və orada uzun müddət qızınmaq üçün yaşayırlar. Bu uyğunlaşmaları bilərək testlərə düşür. Beləliklə, belə bir nəticəyə gəlirik ki, uyğunlaşma nisbi xarakter daşıyır. Mütləq şəkildə hər hansı bir canlıda uyğunlaşma varsa, yəni mühitə uyğun rəng varsa, məsəl üçün yaşıl şala çəmənlikdə yaşıl rəngdədirsə, deməli quş onu yeməyəcək. Xeyr, belə bir şey yoxdur. Sadəcə nisbi xarakter daşıyır. Yəni quşlar bəzən də özlərini qoruya bilmirlər yırtıcılardan. Və burada da yenə ki, məsəl üçün pasiv qorunmaya misal olaraq tısbağanın çanağını deyə bilərik ki, məsəl üçün deyirik, çanağı onu ətraf mühitdən qoruyur, canlılardan qoruyur. Lakin, məsəl üçün yırtıcı olan qartallar şəkildə də görüb tısbağanın ovlamış, onun çanağını yerə çırpmaqla, daş üzərinə çırpmaqla misal üçün artıq onun məhvinə səbəb ola bilər. Zəhərli ilanların da özlərinin, məsəl üçün zəhərli ilanların zəhərinə qarşı davamlı olan kirpilər manquslar yeyir. Düzdürmü? Biz bilirik ki, kirpilər zəhərli ilanları da hətta belə yeyə bilər ki, bu uyğunlaşma nisbidir. Və yaxud da bu şəkildə lampanın kənarına doğru, ışığa doğru uçan kəpənəklər daha doğrusu dişi kəpənəklərdir ki, onlar sanki erkəklər özlərindən, gecə kəpənəkləri, erkəklər özlərindən siqnallar hesab edir ki, erkəklərin siqnalları olduğunu hesab edərək ışığa doğru uçur və nəticədə qanadlarını yandıraraq məhv olurlar. Yəni, beləliklə uyğunlaşma nisbi xarakter daşıyır. Və çox burada çalışmaya diqqət yetirək səhra bitkilərinə misal olaraq nəyə misal göstərə bilərik? Səhra bitkiləri, yəni quraqlıqla mübarizə olan bitkilərdə olan uyğunlaşma, köklərinin çox dərinə gitməsi, bəli, gövdədə, yarpaqda suyun toplanması, və tikanların olması. Burada B, Y, F səhra bitkilərinə misaldır. Yəni bunlarda yenə deyirəm kök təzyiqi artıq olur, ağacıqların sayı isə az olur. Soyuq zona bitkilərində isə alçaq boylu olur, bunlar kiçik boylu olurlar və bir də A variantını soyuq zona bitkilərinə misal göstərə bilərik. Daha sonra elə bu qədər. Soyuq zonaya misal olaraq budur ki, yəni onu da dedik ki, şəkərin miqdarı çox, suyun miqdarı isə az olur. Rütbətli yerli bitkilərə misal göstərmək olar ki, biz burada ağacıqların çox olmasını və zəif kök təzyiqini misal göstərə bilərik ki, onlar rütbətli suylu mühitdə, onların kök təzyiqi su çox olduğuna görə, onlarda kök təzyiqi zəif, su çox olduğuna görə ağacıqların sayı çoxdur. Və burada şəkillərə diqqət yetirsək, məsəl üçün bu
bu 1-dən 8-i bir götürə bilərik ki, ikinci növ maskalanmaya, mimikaya misaldır. Daha sonra 4-dən 7-ni bir götürə bilərik, ikinci növ maskalanmaya misaldır. Digərləri isə 2-dir, 5-dir, 3-dür, 6-dır. Bu nə deməkdir? Bəzi şəkillərə diqqət yetirsək, diqqətlə məsəl üçün bu 5-ci şəkildə quşu görə bilərik. Burada canlı var, lakin özünü yarpağa bənzədib. Canlıların özlərini cansız əşyaya bənzətməsi isə birinci növ maskalanmaya misaldır. Yəni 2, 3, 5, 6 isə birinci növ maskalanmaya misal ola